Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün sizlər üçün dissosiasiya bölməsində 52-ci sualın ən asan qaydada izahını təqdim edəcəm. Uşaq sualı oxuduqdan sonra nəyə diqqət etməlidir? Görəcək ki, burada %5 mol XM iyonu və 1 mol Y3 iyonu əmələ gəlir. Bu nə deməkdir uşaqlar? Yəni %5 və 1. Bu 1-in 2-yə nisbətində demək, düz deyil. Yəni %5 2 dəfə artıb ki, 1 olub. Yəni iyonlar 1-2 nisbətində ayrılıb gözəl insanlar. İndi yazaram ki, tənasibdə 9,4 qram duz dissosiasiya etdikdə %5 mol X iyonu əmələ gəlir. Bəs dedim axı 1-in 2-yə nisbətində girib. 1 mol X əmələ gəlməsi üçün nə qədər duz dissosiasiya etməlidir? Olacaq 20 dəfə artacaq. Cavab eləyəcək 188. Eyni qaydada Y3 iyon kimi bunu hesablaya bilərik dostlar. Deməli 9,4 qram dissosiasiya etdikdə 1 mol deməli iyon alınırsa Y3 iyonu, bəs burada 2 mol alındı. Baxın 2 mol nə qədər dissosiasiya etməlidir? Yenə burada doğru cavab 188 almış olacaq uşaqlar.